ağzınıza gələni danışırsınız. Utanmırsan? Olmaz belə şey danışmaq. Sən də düzün danışır, ona görə bəyənmirsiniz. Ağlayıram çünki mənə təsir edirdi. Ayıbdır, 2 dənə qəşəng xanımsınız burada. Ağzınıza gələn söz danışırsınız. Olar belə şey. Bax Murad müəllim, mən səhərdən istəmirəm Aksana xanımdır. Deyirəm çox şeylər deməyim, amma bu oyun başlayandan mən Aksananın bir söz nə oldu görmüşəm. Eşitdim sən filan vaxta gedirsən. Ay neçəsi geyirsən? Hə, neçəsi bu vaxta geyəcəksən? Hamını şey eləyir, belə psixoloji təsir. Necə ay neçəsi gedirsən? Yazıq Üzeyir dedi ki, mən ayın 6-sı ili 7-si mənim konsertim olacaq nəsə. Gəldi, tək Üzeyir deyildi, bir nəfər də vardı, ona da elə elədin. Gəldi, yaxınlaşdıq. Üzeyir sən nə vaxt geyirsən? Sən nə vaxt geyəcəksən? Sən 6-sı geyirsən, 7-si geyirsən. Axırda Üzeyir. Bir dəqiqə, Üzeyir konserti var, konsertə getdi. Yox, konsertə görə getmədi. Niyə görə? Bilmirəm, belə bir söhbət olmuşdu ki, Üzeyrin 6-sı 7-si nəsə konserti olmadı. Bu dedi sənin konsertin, o dedi ki, ay Aksana, mənim konsertim zadım yoxdur. Burada da olanda artıq o Üzeyri psixoloji bir təsir oldu. Bezdi, əlini götürdü, qaçdı. Bax, indi də bax, deyən. Mənim yadımdadır ki, bəli, var idi elə bir hal. Üzeyirlə Aksananın bir mübahisəsi oldu deyə, amma yenə də Üzeyir heç vaxt qızlarla heç vaxt söhbətə getdi. Ona görə də Murad müəllim, bir dənə də sözüm. Bax, indi bir Azər deyir ki, 200'lü söhbəti. Kim öz payına götürür Nuşicanı? Ürəyim gedir, bax, siz mənim peycəyimi. Bəli, buyurun, deyin, mən yanımda burada elə. Deyir ki, bax, Azər dedi ki, Çönür Fərdiyə şey verir ki, bax, Azər dedi ki, 200'lü söhbəti. Mən ona başa salıram ki, 200'lü söhbəti sən niyə cəmaatı qızışdırdın? Kim öz payına götürür Nuşicanı, özü bilər. Amma sən niyə bunu eləyirsən? Mən artıq səndə 3-cü dəfədə burada olalı 3-cü bir şeydir ki, səndən elə hərəkətlər görürəm. Murad müəllim. Fərdə gələndən tək oynayır. Axşamın xeyir olsun, Fərdə. Axşamın xeyir. Bir dəqiqə mən tam fikir verim. Mən, əziz tamaşaçılar, mən bir kəlmə indi bu dəqiqə deyəcəm və artıq heç bir şey deməyəcəm. Mən heç vaxt, ay Səidə, səninlə sözləşmərəm. Çünki niyə görə? Mən yox, heç vaxt eləmərəm. Çünki mənim sənin belə pis çıxmasına üzr istəyirəm. Həyasızlığıma hələ çox qalıb. Bu bir. İkinci isə mənə burada təkləmək yox. Çünki bu dəqiqə məndə dedi. Mən nə dedim ki burada? Artıq söz deyir. Yox, hayasız pis söz deyil. Valla mən Bu yaxşı söz deyil. Yox, onda əgər Bax belə şeyə. Bu yaxşı söz. Əgər yaxşı, yox, bir dəqiqə.